Şəhid Vəliyev Vüqar Eminoğlu, tarix müəllimi, su qovuşan döyüşlərində şəhid olub. Şəhid Ömərov Qoşqar Səxavətoğlu, riyaziyyat müəllimi, Şaltı kəndi yaxınlığında şəhid olub. Şəhid Məmmədov Rəşad Fərəməzoğlu, tarix müəllimi, Şuşa döyüşlərində şəhid olub. Şəhid Nəcəf Xalid Qabiloğlu, tarix və coğrafiya müəllimi, Laçın döyüşlərində şəhid olub. Şəhid Quliyev Elgün Vasifoğlu, tarix müəllimi, Şuşa döyüşlərində şəhid olub. Şəhid Rəhimov Tural Arifoğlu, kimya biologiya müəllimi, Qubatlı döyüşlərində şəhid olub. Şəhid Müzəffərli Kənan Azəroğlu, dil ədəbiyyat müəllimi, Zəngilan döyüşlərində şəhid olub. Şəhid Rzayev Elxan Arizoğlu, tarix müəllimi, Qubatlı döyüşlərində şəhid olub. Şəhid İmaməliyev Elvin Elsevəroğlu, məktəb direktoru, Şuşa istiqamətində şəhid olub. Şəhid Hüseynli Etiram Həsənoğlu, hərbi hazırlıq müəllimi, Qubatlı döyüşlərində şəhid olub. Şəhid İsrafilov Vidadi Vaqifoğlu, riyaziyyat müəllimi, Şuşa istiqamətində şəhid olub. Şəhid Quliyev Əvdil Qardaşxanoğlu, hərbi hazırlıq müəllimi, Şuşa kənd istiqamətində şəhid olub. Şəhid İsmailov Rabil Elburusoğlu, riyaziyyat müəllimi, Xocabənd döyüşlərində şəhid olub. Şəhid Qurbanov Emil Vaqifoğlu, hərbi hazırlıq və fiziki tərbiyə müəllimi, Qubatlı uğrunda şəhid olub. Şəhid Əhmədzadə Famil Ağaəhmədoğlu, tarix müəllimi, Talış və su qovuşan döyüşlərində şəhid olub. Şəhid Lətifov Rəvan Ömüroğlu, təşkilatçı müəllim, Daşaltı Şuşa istiqamətində şəhid olub.